Milli klassikalarımızı, milli musiqimizi, dəyərlərimizi, yəni dəyərləndirməliyik. Yəni İtalyanlar, onu da deyim, İtalyanlar yaxşı pul verir, amma yetərincə onların musiqisini dəqiq olduğu kimi ifa edib çatdırsan, misal üçün mən elə bir İtalyan yoxdur ki, gələ oradan, yəni mənə pul verməmiş çıxa, o yadımda deyil. Almaniyada həmçinin bariyerlər var da. O bariyerlərdən ən birincisi də dil bariyeri və sənətləşmə prosesidir ki, bu prosesdə səni az qalsın bütün hər şeyi atıb geri qayıtmağa məcbur edəcək. Bəli. Yəni buradan yenidən qayıtmaq istəmişəm. Vallahi billahi dəhlizdən mən qapını örtüb qaçmaq istəmişəm. Bizdən biri verilişində hər dəfə Avropada yaşayan və öz zəhməti ilə burada biznes quran soydaşlarımızın həyat hekayəsini araşdırırıq. Uzun illərdir burada yaşayan, musiqini sadəcə sənət yox, həm də həyat tərzi və biznesə çevirən həm yerlimiz Rübail Nəbiyev diqqətimizi çəkdi. Onun haqqında eşitdiklərimiz bizi daha da maraqlandırdı və vaxt itirmədən onunla əlaqə saxladıq. Sağ olsun, çəkiliş təklifimizi səmiyyətlə qəbul etdi. İndi isə gəlin birlikdə tanıyaq. Rübail Nəbiyev kimdir? Ümid edirəm ki, düzgün yerə gəldik və düzgün yerə maşınımızı saxladıq. Çünki Almaniyada cərimələr də biraz çoxdur. Hansı binadır? Bu binada ola bilər. Ön tərəfdəki binalardır. Ah, salam aleyküm. Necəsən? Və gözləyirlər bizi. Necəsən Rübail? Qapı hansı tərəfdəndir? Bu tərəfdən? Bu da gəldik, qapını açarız. Tapdıq. Rübaili biz gəl çimlərin üstünə basmayaq. Sonra maşını da elə park edib ki, keçə bilmirik. Bəli, biz bu gün gəldik Rübailin evinə və çəkilişimizi orada davam elətdirəcəyik. Burada o qədər qapı var ki, evlərin qapıları çoxdur. Ona görə də baxaq görək ki, Rübailin adı harda yazılıb. Aha, Nabiyev. Nabiyev 100% Nabiyevdir. Yəni səhv yerə getməyək. Rübail. Alo. Açırdın qapını. Sən bu? Gəlin. Sən? Aha. Hə, oymuş. Gedək. Xoş gəlmişik. Yəqin ki, qapını açacaqlar. Rübail. Yuxarıda. Getdik. Deyir, dərə təpə düz gəldik. Gəldik Rübaili tapdıq. Selamun aleyküm. Necəsən? Zdrasti. Здравствуйте, салам алейкум. Salam aleyküm. Necəsən? Nə var? Здравствуйте. Keçdik. Deməli, biz normalda çəkilişə gələndə belə icazəsiz gəldik. Xəbərim var idi da, yəni. Hal-hazırda Rübail Nəbiyevin malikanəsindəyik. Gəl qardaş, gəl, birinci sən geç. Neçə müddətdir bu evdə qarsan? Qəşəng də evin var imiş. Artıq demək olar 2-ci ildir. 2-ci ildir bu evdə qarsan. Bəli. Gəlmişkən baxaq, bu yolçu verilişi var idi əvvəl. Gəlirdi, hər tərəfə girirdi. Necə gözəl balkonu var. Almaniyanın havası həmişə soyuq olur. Əslində birinci sən keçməlisən, sonra mən keçməliyəm bu. Balkon görüntümüz də budur. Çox gözəl görünür. Şəhər ayağımızın altındadır. Və güllər, çiçəklər də həmçinin olduğu yerdə bizim sənə özəl suallarımız olacaq. Və internetdə də sənin haqqında araşdırmışıq. Dostlardan, tanışlardan da sənin haqqında informasiya almışıq. Sosial mediada da görmüşəm. Hər dəfə də canlı yayım açırsan TikTokda. Bunu da hər zaman görürük. Yəni o musiqilər haqqında, biznesin haqqında demək olar ki, informasiyamız var. Bəs neçə ildir məşğulsan musiqi ilə? Musiqi ilə belə deyək də sərbəst toy falan, düyün, nişan belə bu şeylər 12-14 yaşımdan. 14 yaşından musiqi. İndi neçə yaşın var? 47. 47. Yəni illərini musiqiyə həsr eləmiş bir şəxs də hal-hazırda qarşı-qarşıyam. Əlbəttə ki, biznesi də elə musiqi üzərində quracaqsan. Bəli. Onda keçək oturaq. Mənim sənə Buyurun. suallarım var.
Ümid edirəm ki, o suallar həm sənlə yanaşı izləyicilərimizə də maraqlı olacaq. Bizdən bir verilişi olaraq artıq bir neçə biznesmeni, bir neçə deyək ki, Avropada biznes qurmuş şəxsləri, Azərbaycanlıları, vətəndaşlarımızı tanımışıq. İndi isə məhz kameralarımız sənin üçün aktivdir. Kimdir Rübail Nəbiyev? Rübail Nəbiyev Avropada, Almaniyada belə deyək, yaşayan bir musiqiçi. Necə oldu Rübail, sən musiqi sənətini, mən bildiyimə görə ən çox Azərbaycanın milli mənəvi dəyərlərini özündə əks etdirən musiqilərə ifa edirsən. Deyək ki, məsəl üçün, xarici musiqilərlə yanaşı, ilk öncə onu soruşum, xarici musiqilərlə yanaşı Azərbaycan musiqiləri çoxluq təşkil edirmi playlistində, yoxsa xarici musiqilər mi? Əlbəttə ki, ən azından biz Azərbaycanlıyıq, yəni milli mentalitetimizi, milli klassikalarımızı, milli musiqimizi, dəyərlərimizi, yəni dəyərləndirməliyik. Dünyanın hər bir yerində baxmayaraq, hansı bir yerində olmamıza baxmayaraq, orada yəni mütləq yəni buna diqqət yetirməliyik. Bəli. Əla. Bəs necə oldu ki, deyək ki, məsəl üçün Avropada yəni musiqi biznesi həqiqətən də qəliz və riskli bir sənətdir. Çünki çox insan başqa sənətlərə üstünlük verir. Kimisi qaynaqçı, kimisi bərbər, kimisi dəmir yolu. Sən sırf musiqi üzərində formalaşmısan. Yəni belə deyək ki, sən mənim bildiyimə görə Rusiyada da yaşamısan, Ukraynada da yaşamısan və hal-hazırda da Almaniyadasan və işin ən qəribə tərəfi də budur ki, musiqi biznesini olduğun bütün ölkələrdə formalaşdırmısan və ondan hər zaman biznes kimi istifadə eləmisən. Və həmçinin də Almaniya daxil olmaqla. Səncə riskli deyilmi musiqi sənəti? Riskli, Coşqun bəy, belə deyək də, yəni əgər yaxşı mənada güvəncliyim varsa sənəti və özü mən öz resursumdan rus demişəm, yəni götürsək, deyərdim mənim üçün xeyir. Çünki siz də bilirsiniz ki, yəni sizinlə də məsləhət eləmişdim bir vaxtlar ki, Almanca desək, Kleingewer, yəni xırda biznes. Yəni bir gün misal üçün işləyirəm italyanlarla restoranda, fərq etməz. Sabah Azərbaycan restoranından mənə bizdə iş olmazsa restoranda və yaxud da falan boş vaxtlar zəng çalınır. Canla başlan, yəni getmək iqtidarındayım deyə, yəni gedə bilirəm sərbəst. Yəni Avropada normalda eynən bir sənət üçün, yəni əslində təkcə Avropada deyil, bütün ölkələrdə budur ki, sən ilk öncə öz sənətini rəsmiləşdirməlisən. Bəli. Və daha sonra fəaliyyət göstərməlisən. Məlum məsələdə çox dərin getməyək. Yəni ona görə də o sənin əlində, yəni hər bir kəsin fakt olaraq sənət kimi qalır ki, bəli, sabah səndə heç kim bir belə deyək, nəsə bir ciddi bir şey tapa bilmirlər ki, yəni sən qanuna kənar. Almaniyada çətindirmi? Yəni musiqi sənətini qanuna bəlli etmədən, yəni həvəskar kimi icra etmək? Baxır kim üçün deyərdim Coşqun bəy, amma cərimələr çoxdurmu? Əlbəttə ki, o Allah göstərməsin. Bundan öncəki çünki repertuarımız da Eltaş Ümbətov da demişdi ki, yəni burada qeyri-rəsmi iş görürsənsə, həqiqətən bunu bilsələr, yəni qanun ölkəsi niyə deyilir? Hamımız bilirik, Almaniya, yəni burada hər şeyə ciddi yanaşmalısan. Cüzi bir səhv və hətta da deyərəm ki, olubdu da, belə deyək, bir dəfə onu düzəltdik. Yəni yanlış bir xırda rəqəm hətta deyərik, 0 yerinə 1 və yaxud da 1 yerinə 0, o sənin üçün yəni hardasa balaca deməzdim, yəni bir müəyyən bir etapda hardasa dirənəcək yer olur və yaxud da problem yarada bilir, belə deyək. Yəni ona görə o şeylərdə diqqət eləmək lazımdır. Yəni əziz tamaşaçılar, yəni bizdən bir komandası olaraq biz Avropada yaşayan Azərbaycanlılarla yanaşı Avropanın bəzi informasiyalarını da sizdən bölüşürük ki, məncə bu informasiyalar sizin üçün çox maraqlı olacaq. Bunu da qeyd edim ki, əziz dostlar, bizim sosial mediada səhifələrimiz var. Əgər qonaqlarımıza hər hansı suallarınız varsa, sosial media üzərindən bizə sualları ünvanlaya bilərsiniz. Biz əlbəttə ki, bununla kifayətlənmirik, davam edirik. Əlbəttə ki, Rübailə xüsusi suallarımız olacaq. Məsəl üçün, türklərdən işləmirsən, böyük ehtimal Azərbaycanlardan işləmirsən. Yəni, ən çox normal olaraq kimin
pul verməsi daha səni cəlb edib? Yəni kimlər daha yaxşı pul verir? Bizimkilər yoxsa başqa? Əlbəttə ki, Azərbaycan heç də, yəni nə mənada, yəni millətin qadasına, millət olaraq həmişə bizim də yaxşı mənada musiqiçi olaraq borcumuzdur millətimizə, yəni qulluq eləmək. Düzdür, almanlar gəlir, qulaq asır, 50 qəpik nədir, unutulur gedir. Alman da var ki, işləmişəm, misal üçün İtalyan restoranında işləyirəm, misal üçün çayvoy deyək, yəni gətirib 20-lik də qoyublar, 10-luq da verirlər, 5-lik də evro. 50 tulyan olub. Yəni onlar oje. Amma normalda almanlara çoxu onsuz da elə qəpik quruş verirlər, amma elə nə yaxşı, ən qəşəng pul verirsə elə bizimkilər verirlər. Hə, orası elədir. Çünki mən tədbirlərin çoxunda görmüşəm. Bir də yəni İtalyanlar, onu da deyim, İtalyanlar yaxşı pul verir, amma yetərincə onların musiqisini dəqiq olduğu kimi ifa edib çatdırsan, misal üçün mən elə bir İtalyan yoxdur ki, gələ oradan yəni mənə pul verməmiş çıxa, o yadımda deyil. Almaniyada gələndə hər kəs çətinlik çəkir. Bəli. Bu çətinlik dokumentasiya məsələlərdə yoxsa finansivi? Yəni pul cəhətdən çətinlik çəkirsən yoxsa dokument cəhətdən? Həm mənəvi, həm maddi. Yəni mənəvi və maddi. Bəli, olur. Əlbəttə. Mən şəxsən yəni inşallah salaması olsun. Mən yəni burada gəlməkdə də böyük bir hardasa səbəblər sən bilirsən, kimlərlə necə təmasla yaxınam ki, yəni biz başqa şəhərə gəlməli idik. Mən getməli idim Sazərə. Yönəldim bura. Yəni qoymadılar ki, böyük şəhərlərdə böyük problemlərlə üzləşə bilirsən. Hətta olur ki, yenisən. Bax, bizə bu lazımdır. Bəlkə də tamaşaçıya bu lazımdır. Hansı problemlərlə üzləşə bilirsən? Biraz belə desək... Çünki səhv başa düşmədən. Çünki deyək ki, sosial mediadan və yaxud da izləyicilərimizə maraqlı gəlir. Bəlkə izləyicilərimizin arasından kimsə Almaniyaya gəlmək istəyir. Ona məsələn maraqlıdır ki, sən Almaniyaya gəlib hansı çətinliklərlə qarşılaşırsan? Coşqun bəy, belə deyərəm, siz daha yəni çoxdan deyək, yaşayırsınız, bilirsiniz ki, burada da torpaqlara bölünür. Yəni Fesvalin torpağı, Türingin torpağı falan, Stuttgart, Bavariya torpağı. Yəni hər torpağın özünün ayrıca bələdiyyə sistemi olaraq yəni qayda qanunları var. Sizi yəni hər xatırladıqca sizi kövrəldən, pis eləyən, xatirənizdə olan bir çətinlik varmı ki, hər dəfə xatırlayanda pis olursunuz ki, kaş mən o çətinliyi mən danmıram. Siz özünüz də bilirsiniz, sizə də deyildi də mənim dostlarım, sinif yoldaşlarım halbuki buradadılar. Məni yəni dəvətə aldım bura. Onlar da məni çox güc bəla ilə saxladılar. Almaniyada həmçinin bariyerlər var da. O bariyerlərdən ən birincisi də dil bariyeri və sənədləşmə prosesidir ki, bu proseslər səni az qalsın bütün hər şeyi atıb geri qayıtmağa məcbur edəcək. Bəli. Yəni buradan yenidən qayıtmaq istəmişəm. Çünki geri qayıtmaq istəmirsən. Bəli, hətta o dərəcəyə çatmışam ki, mən hər şeyi yarı-yarımçıq bir daha qoyub yenidən qayıtmaq istəmişəm. Dil mükəmməl bir şeydir ki, dili bilmədiyiniz alman dilini mümkün deyil. Yəni dil bilmədiyinə görə nə iş tapa bilirdin, nə bir şey. Buna gördün ki, yox, mən dala qayıdıram, mən qalmayacağam burada. Sözsüz, burada heç kim deyə bilməz ki, yəni dil bilmədən mən yüksək bir təbəqəyə nail oluram və yaxud da ki, falan peşman. Çünki mümkün deyil. O alman dili səni dövlət özü yaxşı mənada, yəni inteqrasiya bilirsiniz, edirlər, yəni köməklik eləyir, dili öyrənməlisən falan. Ondan sonra hər bir qapı üzünə açıq olur. Ancaq sonra yəni müddət keçdikcə alışmaq məsələsi var. Düşün ki, sən Avropaya gəldin, yəni fikrin tamamilə ayrıdır və axırda elə bir situasiya yarandı ki, sən həqiqətən bütün hər şeyi atıb yenidən geri getmək istədin. Bəli. İmtahana gedəndə dil kursuna da hansı çətinliklə qarşılaşdın və müəllimə qayıdıb Azərbaycanca nə demək istəyirdin? Çətin. Vallahi billahi dəhlizdən mən qapını örtüb qaçmaq istəmişəm. Niyə? Orada vahimə basır adamı, yəni fikirləşsən ki, nə cürə yəni belə deyək də, Almanın özünün dilinə desə interesant suallar olacaq ki, sən onu məcburiyyət qarşısında dirənib qalırsan ki, tam uyğun olaraq cavab verə bilmirsən. Beynində fikirləşdirsən cavabı.
Ancaq onlara o cavab verəndə onlara başqa cürə çatır. Hər şey tərsi, onlar üçün hər şey tərsinə alır. Amma işin ən gülməli tərəfi də budur ki, imtahan qutarandan sonra nə qədər bərbad cavab verirsən, almanlar deyir ki, sənin almancan çox superdir. Yəni siz Azərbaycanda uğur qazanmısınız, daha sonra Moskvaya getmisiniz, Rusiyaya getmisiniz, belə deyək. Orada Sankt-Peterburqda da yaşamısınız. 17-18 il orada yaşamışam. Aha, orada da musiqi sənətinə məşğul olmusunuz, orada biznes qurmusunuz. Daha sonra Ukraynaya getmisiniz, orada da biznes qurmusunuz və ən axırıncı gəlmisiniz. Yəni deyək ki, hələ ki yaşınız cavandır, böyük ehtimal daha da fərqli. Bəlkə də bir dəfə Amerikada görüşəcəyik və ya Kanadada görüşəcəyik. Amma qonaq çağırdılar. Mütləq şəkildə qonaq. New York'a bizim qardaş var, siz də iştirak elədiniz həmin bizim yadınızdadır. İştirak elədiyimiz tədbirdən. Oradan Bu arada onu deyim ki, Rübal Nəbiyevi mən tədbirlərdən tanıyıram. Normalda məsəl üçün getdiyimiz tədbirlərdə bir-iki dostumuz xahiş edirdi ki, bəlkə aparıcılığı sən eləyəsən danışıq. Gözəl, bəli, biz daha sonrasında gəldik, elə Rübayı da oradan tanıyıram. Dedim ki, ay Rübal, gəl bu dəfə verilişimizi sənə həsr eləyək. Sən Almaniyaya ilk gələndə öz eviniz olmayıb, başqasının evində qalmısan. Biznes qurmaq istəyirsənsə, öz bacarığınla yanaşı sənə kömək edən insanlar da olmalıdır da, yəni mən belə başa düşürəm. Sözsüz, bəli. Ya sən elə başa düşürsən ki, biz kiminsə evinə gəlib çəkiliş eləyəndə onun haqqında məlumat əldə eləmirik. Əlbəttə ki, mənim ruslar demişkən, ya все знаю. Nə dərəcədə, nə qədər Ariflə yaxınlıq, nə qədər qardaşıqsa, yəni adı Arifdir də. Sinir yoldaşı olmuşuq. Həm bir yerdə böyümüşük. Valideynlə Allah qəni rəhmət etsin, atasına da, mənim atamla onlar bir kollega, yəni necə deyirlər, onu biraz rus nə deyirəm. Eyni yerdə işləmiş. Bəli, Opitorg işçisi deyirlər. Yəni bir yerin işçisi olublar, bir sahənin bərk qardaşlıqları, yoldaşlıqları, belə deyək, yaxınlıqları olub. Yəni eləcə də həm bir kvartalın belə deyək də evlatları kimi, yəni Maqamayev deyilən bizdə böyük bir prospekt var. Biz hamımız oranın yetirmələri, orada böyümüşük, oradan Arif də mənim üçün bugünkü günü də qardaş qədər. Azərbaycanda da toy ayındasan, ərəfəsindəsən, Almaniyada da toy ərəfəsindəsən. Azərbaycanda 5 dənə toya getdin və Almaniyada da 5 dənə toya getdin. İndi 5 dənə toya gedib Almaniyaya neçə gün istirahət eləyərsən və 5 dənə toya Almaniyada getibsən, gəlib Azərbaycanda neçə gün? Tanınmaz faktı, bunu olsa hamımız bilirik. Yəni ekonomik tərəfdən sualdan qaçmadan hesablasaq, Almaniyanın maaşı daha yaxşıdır. Əlbəttə ki, 10 dənə tutaq ki, Azərbaycanda toy çalınca, yəni biraz da yəni müəyyən hardasa əziyyətləri buranın da bəli var əziyyətləri, yəni maşın yoxdursa falan, olsun maşın da olsa bilirsiniz, indi də bu dəqiqə hal-hazırda yəni yanacaq falan burada da yəni bahalı, bəli, bunlar hamısı şərtdir. Yəni qatarla, trenlə deyək, getsən də belə onun özünün də bir qiyməti, misal üçün yerindən, yurdundan asılıdır. Onu yəqin ki, indi səni dəvət eləyəndən alırsan da. Bəli, olur. Qatardan sintezatoru götürüb getməzsən də toya yəqin ki. Əlbəttə. Yəni ümumiyyətcə deyirəm, olur ki, yəni yaxşı məndə başqa bir ev sahibi yeri, vay bala hardasa qatarda yaxşı tutur. Yəni bunun da öz bir ayrı çətinlikləri olur, ancaq belə deyək, mən deyərdim ki, açıq desək, yəni mən şişirtmirəm də və yaxud da ki, yəni söhbəti yox, heç kimin qazancını heç kim əlindən almır. Amma yəni belə deyək, 20 dənə Azərbaycanda toya getməkdənsə, yəni getməkdənsə pis çıxır da. Yəni oradakı o 20 toyun qarşılığında mən deyərdim ki, ondan sonra 5 dənə Alman toyu. Bəli, Avropada yəni getsən o daha hər tərəfdən siz demişkən, yəni həm ekonomik tərəfdən yəni həm qazanc, geyim, həm ekonom sardan hər şeyə ekonom edə bilirsən. Belə deyək də. Almanlarda xoşuma gəlməyən nələr var? Onları mənə konkret şəkildə deyə bilərsən? Yəni bir müsəlman olaraq, bir Azərbaycanlı olaraq, türkçülüyümüz olaraq zidd olan bunlara qəbul, Almanlara qəbul olunan, bunlar üçün qəbul olunması bir xarakteristikalar var ki, misal üçün bir ailə var, tanıdığımız, bildiyimiz, yəni Almanlı, böyük evladın 26 yaşı var, yəni ondan da əlavə var evladlarda, yəni 21-nin, 23-birinin falan, 18-birinin.
bu yaxınlarda eşitmişik ki, bunlar hələ indi rəsmi olaraq Nigaha giriblər. nigaha giriblər. Bu nə cürə Tanıdığımız bir toya da getmişdi ki, 4 dənə uşağı vardı, sonra toy oldu. Yəni bir də uşaqların hüquqlarının o valideyndən daha çox olması. Məsələn, mənim şəxsən deyək ki, bu informasiyanı Rübaili bildi, mən də deyim. Deməli, burada uşaqlara toxuna bilməzsən. Bəli. Pis söz deyə bilməzsən. Danlaya bilməzsən, üstünə qışqıra bilməzsən. Ya qonşu şikayət eləyir, gəlib uşağı ya əlindən alırlar, ya polis gəlir evə. Bəli. Uşaq səni məhkəməyə verə bilər, uşaq səni polisə şikayət eləyə bilər. Bəli. Ya mənim gözümün qabağında oldu. Deməli, bir valideyn dedi ki, mən sənə bundan sonra çölə icazə verməyəcəm ki, çölə çıxasan bu saatlarda. Bir məzən gibi sən polisə şikayət eləyəcəm. Atasını deyir. Düz. O olub elə. Yəni o evladda belə deyək, tanıdığımız, bildiklərimiz də var. Yəni olub ki, 8 ay valideynlikdən məhrum ediblər. Yəni bir ailə var, qeyri başqa bir şəhərdədir, tanıdığımız ailədir, o da Azərbaycanlılardır. Səhv eləmirəmsə 4-cü ildir ya 5-ci ildir. Evlad üzünü görə bilmir. Hələ biri də televiziyaya çıxmışdı da, bilirsən, yəni yalandan qonşular şikayət eləmişdi ki, bu xəbərlərə də çıxmışdı. Yəni Gültac mən də tanıyıram, onun yoldaşını da tanıyıram. Azərbaycan televiziyalarına da çıxmışdı. Qonşu yalandan informasiya verib ki, bunlar uşaqları döyürlər. Uşaqlar 4 ilmi, 5 ilmi ailədən alındı. Zar-zor vəkil vasitəsilə təzəlikcə aldılar. Sonra yeni bir qərar çıxıb ki, məsələn, balaca uşağın zarafat xarakterli belə, yəni toxunulmaz hissələrinə deyək də, məsələn, sinəsinə, yanına və cinsi orqanına zarafatca belə toxuna bilməzsən, bu istismar sayılır. Ya həbs olunursan, ya cərimə yeyirsən, ya uşaq əlindən alınır. Və buna görə də uşaqlar istədiyi kimi hərəkət edə bilirlər. Və bu doğru bir şey deyil. Çünki deyək ki, sənin 2 övladın var da, yəni bura gələcəksə məcbur Azərbaycan mentalitetindən böyüməlidir. Onlar buraya gəldi mi, artıq sən məcbur olaraq Almaniyanın qoyduğu qərarları uygulamaq məcburiyyətindəsən. Məsəl üçün, bunları mən şəxsən, yəni Almaniyada yaşayan bir Azərbaycanlı kimi, bu verilişin aparıcısı kimi, yəni burada yaşayan Azərbaycan vətəndaşı kimi mən bunları qəbul eləmirəm, məsələn. Təşəkkürümü bildirirəm, qəbul elədim bizim görüşümüzü və bugün həqiqətən görüş mənim üçün çox məhsuldar oldu. Nə də olsa sən bizdən birisən. Elə verilişimizin adı da odur, bizdən biri. Allah razı olsun. Bu deməkdir Xoş ki, gəlmisiniz. yəni bugünkü gündə bizim proqramımızda iştirakın bizim üçün çox sevindirici oldu və bu deməkdir ki, sən artıq uğura imza atmısan. Qazandığın uğur da yetəri qədərdir ki, bugünkü gündə nəinki Avropada, həmçinin də televiziyamız Biznes TV vasitəsilə artıq Azərbaycana da öz informasiyanı televiziya vasitəsilə çatdırırsan. Buradan izləyicilərimizə Almaniyaya gəlmək istəyən, öz biznesinin arxasınca gedən, öz biznesi qarşılığında risklərə açıq olan və yaxud da risk etməkdən qorxan izləyicilərimizə nə məsləhət görmək istəyərsən? Əvvəla hər birinə açıq yol, işıqlı yol, uğurlar xeyirsindən olsun deyirəm. Xoş gəlib, səfa gətirsinlər inşallah. Ən önəmlisi, ən birincisi dil. Yəni alman dilini mənimsəmək, bəli, öyrənmək. Yəni mən belə deyək ki, düşündüyüm qədər özləri də gələcəkdə bu nəticəni görəcəklər ki, yəni çox köməklik olur dil biləndən sonra, yəni alman dilini mənimsəyəndən sonra. Yəni demək olar ki, yetərincə istədikləri nailiyyətləri qazana bilirlər. Yəni iş proseslərində sənətləşmə falan. Yəni məsləhətiniz sadəcə dil öyrənmələri və uğurdur. İnşallah, bəli. Bəli, əziz dostlar, bugünkü verilişimizin qonağı Rübail Nəbiyev idi. Təşəkkürümü bildirirəm Rübail. Allah razı olsun. Biz təkcə televiziyada deyil, artıq canlıda da hər gün görüşürük. Bəli. Və uğurlarına sevinən bir insan olaraq da həmçinin uğurlarınızın davamlı olmağını arzu edirəm. Əziz Biznes TV izləyiciləri, verilişimizin bu buraxılışında da Avropada biznes qurmuş növbəti bir Azərbaycan rəssi tanış etdik. Əlbəttə ki, növbəti buraxılışlarımızda fərqli, maraqlı qonaqlarımız olacaq və necə deyərlər, biznes yolunda çətinliklər
bəlkə də uğurdan daha çox olur, amma uğurun nəticəsi də çətinliyin nəticəsindən daha perspektivli və daha gözəl olur. Buna görə sənə davamlı uğur Allah və hər razı olsun, zaman sağ olun. biznesimin böyüməsini, qazancımın çox olmasını və çox olduqca da ikinci dəfə görüşməyimizi arzu edirəm. İnşallah. Bəs televiziya vasitəsilə. Siz də Özü xoş yaxşı gəlib, bax. səfa gətirmisiniz. Həmişə mənim qapım üzünüzə açıqdır. Sağ ol ki, bizi qonaq elədin. Çox sağ olun, siz sağ olun. Əziz Biznes TV-nin dəyərli izləyiciləri, bizi sosial mediadan izləyə bilərsiniz. Bugünkü qonağımız Rübailə Nəbiyev idi. Almaniyada yaşayan Azərbaycanlı musiqiçi. Məhz siz də öz uğurunuzu əldə etmək üçün qarşınıza hansı çətinliklər çıxmağından asılı olmayaraq hər zaman irəli gedin. Necə olar, nə cür olar düşünməyin. Çünki siz Azərbaycanlı, çünki siz bizdən birisiniz. Hələlik.